bugün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi göstərəcək, bizim nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək və əminəm ki, bugün azad edilmiş Laçından 3 ölkənin dünyaya verdiği mesajlar lazımı ünvana çatacaq. Mən bir daha Türkiye Prezidenti əziz qardaşım Rəcəb Tayyip Erdoğan'a, Pakistan Baş Naziri əziz qardaşım Məhəmməd Şahbaz Şərifə və onlarla bərabər gəlmiş bütün qonaqlara xoş gəlmişsiniz deyirəm. Laçınları ürəkdən salamlayıram. Allah həmişə səmamızı açıq eləsin, yolumuzu açıq eləsin, qələbə bizimlədir və bizimlə olacaq. Yaşasın Azərbaycan, Türkiye, Pakistan birliği, qardaşlığı.